Salam, hər vaxtınız xeyir. Mövzumuz çoxüzlülər, onların səthi və həcmi. Prizma və onun elementlərindən danışaq əvvəlcə. Deməli, prizma və onun elementləri birinci sual. Oturacağı üçbucaq olan prizmanın neçə üzü var deyir. Əgər burada düstur var, düsturu unutsaz, yəni məsələn burada üçbucaqlı prizmanı çəkmək asandır. Məsələn, ola bilər 8 bucaqlı prizma verilsin, 14 bucaqlı prizma verilsin. Bu zaman bizə düstur lazım olur. Əvvəlcə üçbucaqlı prizmanı çəkin, buradan düstur çıxarın. Ondan sonra, yəni n-in yerinə müəyyən verilən ədədi qoymaq olar. Məsələn, üçbucaqlı prizma çəkmək istəsək, oturacaqları üçbucaq olmalıdır. 2 dənə üçbucaq çəkirik. Burada isə uyğun təpələri birləşdiririk. Alındı üçbucaqlı prizma. Bu üçbucaqlı prizmada bilirik ki, oturacaqları üçbucaqdır. Düzdürmü? Üçbucağın da 3 dənə tərəfi var. Bu yuxarıdakı 3 dənə tərəflə aşağıdakı 3 dənə tərəf birləşəndə 3 dənə yan üz var burada. 3 yan üz. 3 yan üz. Üzərinə də gəlirik 2 dənə oturacaq. 2 dənə oturacaq. Oturacaq. Deməli, neçə üzü oldu? 5 üzü. Dediyim kimi, üçbucaqlı prizmanı çəkmək asandır. Bəs bizə verilsəydi 8 bucaqlı və yaxud da 17 bucaqlı, 19 bucaqlı. Bu zaman necə tapacağıq? Deməli, həmin prizmanın üzlərinin sayı n plus 2. Burada n neçə bucaqlı prizmadırsa, yəni həmin n-in yerinə bucağı yazırıq. Məsələn, 3 bucaqlı prizmadırsa n-in yerinə 3 qoyuruq. 5 bucaqlı prizmadırsa n-in yerinə 5 qoyuruq. 2 isə oturacaqların sayıdır. 2 dənə oturacaq var. Biri yuxarı oturacaq, aşağı oturacaq. Üzərinə 2 gəlin. Yəni düsturu belə də saxlaya bilərsiniz. Düzgün cavab A variantı. İkinci suala baxırıq. İkinci sualda düzbucaqlı paralel pipet verilib. B1DB bucağı 45 dərəcədir. B1DB. Bura 45 dərəcədir. AD 8-dir. AB 6-dır. Bizdən hündürlüyü soruşur. Hündürlük AA1-dir. H və yaxud da paralel pipetdə biz buna C deyirik. İndi biz bilirik ki, düzbucaqlı paralel pipetin yəni hündürlüyü oturacaq müstəvisinə perpendikulyardır. Yəni burada BB1 hündürlükdür. Bu da oturacaq müstəvisinə perpendikulyardır. Yəni bu diaqonalla buradakı bucaq 90 dərəcədir. 90 45 isə buradakı bucağa da 45 qalır. Deməli bu nədir? Bərabər yanlı düzbucaqlı üçbucaq. 6 8 isə BD hipotenuz olacaq 10. Pifaqor teoremi bunu yəqin ki biləcəksiniz özünüz tapmağı. BD-nin 10 olduğunu bilirik. İndi niyə bura düzbucaq? Oturacağı düzbucaqlı olduğuna görə biz bilirik ki, düzbucaqla tərəflər veriləndə diaqonal Pifaqor teoreminə görə kvadratları cəmlə bərabərdir. İndi BD 10-dursa, BB1 də 10-dur. Əgər bizdən B1D soruşulsa, 10 kök altda 2-dir. Amma bizdən hündürlük soruşulur. Yəni elə BB1 olacaq düzgün cavab Y variantı. Əgər yox, düzbucaqlı paralel pipetin B1D diaqonalı soruşulsaydı, 10 kök altda 2. Üçüncü sualda eyni tipli sualdır. AD 4'dür. AB 3. B1D bucağı. B1D B bucağı 45 dərəcə. Bizdən hündürlüyü soruşur yenə. Yenə dedik ki, hündürlük oturacaq müstəvisinə perpendikulyardır. Burada 45 dərəcə olur və bərabər yanlı düzbucaqlı üçbucaq. 3 4-dürsə Pifaqor teoreminə görə baxın düzbucaqlı çəkirəm. Oturacağı yəni düzbucaqlıdır da. Tərəflər 3 4-dür. Buradan diaqonal çəksəm, bilirəm ki, diaqonal 5-ə bərabərdir Pifaqor teoreminə görə. Bura 5-dirsə, BB1 də 5-dir. B1D olacaq 5 kök altda 2. Amma mənə B1D lazım deyil. Məndən hündürlük soruşulur. B1B və yaxud da AA1 bunlar hündürlükdür. 5-ə bərabərdir. 6 bucaqlı prizmanın neçə diaqonalı var? Biz çox bucaqlarda ümumi diaqonal sayının düsturunu keçmişdik. N vurulsun, N-3 böl 2 var idi orada. Amma bu çox üzlərdə böl 2 yoxdur. Yəni belə də saxlaya bilərsiniz. Çox bucaqlarda keçdiyimiz ümumi diaqonallar düsturunda böl 2 var idi, amma burada 2 yoxdur. İndi 6 bucaqlı dediyinə görə n-in yerinə 6 qoyacağım. 6 vurulsun, altdan 3 çıxanda 3. Yəni 18. 8 bucaqlı prizmanın neçə üzü var? 8 bucaqlı prizma. Bayaq dediyim kimi 8 bucaqlını çəkmək ehtiyac yoxdur. 8 bucaqlını çəkmək də çətindir, yəni 8 bucaqlı prizmanı çəkmək. Yəni 3 bucaqlı prizmanı çəkib bayaq düsturu izah etdiyim birinci sualda, yəni o suala qayıda bilərsiniz. Düsturu oradan çıxartdıq ki, neçə bucaqlıdırsa burada n, həmin bucaqların sayını göstərir. Üzərinə 2 gəlirik. İndi 8 bucaqlıdırmı? 8-in üzərinə 2 gəlməliyik. Deməli 10 üzü var. C variantı. Baxırıq 6 nömrəli suala. 6 bucaqlı prizmanın təpələrinin sayı soruşulur. 6 bucaqlı prizmanı çəkməyə çətinlik çəkirsinizsə, 3 bucaqlı prizma çəkin. Buradan təpələrini görmək olar. 3 bucaqlar çəkirsiniz, bunlara uyğun təpələri birləşdirirsiniz. Baxın, 3 bucaqlı prizmadırsa, yəni 3-dür. Düzdürmü?
İndi, çünki oturacaqları 3 bucaqdır. Təpələri saysaq 1, 2, 3, 1, 2, 3. Yəni 6 təpəsi var. 6 təpəsi var. Deməli, buradan nə çıxdı? Təpələrin sayı neçə bucaqlı prizmadırsa ondan 2 dəfə çox olmalıdır. İndi 6 bucaqlı prizmanın təpələrinin sayı bu 6-nı 2-yə vuracaq, olacaq 12. Yəni düstur da 2n şəklindədir. Məsələn, 4 bucaqlı prizmanın neçə təpəsi var? 4 bucaqlı olduğuna görə elə 2-ni 4-ə vururuq, 8 təpəsi var. Baxıraq 8 nömrəli suala. Düzgün 6 bucaqlı prizmanın açılışı verilib və yan üzlər hərflərlə işarə edilib. Prizmanın hansı üzü A üzünə paraleldir? İndi baxaq görək. Hansı üzü A üzünə paralel olacaq? Burada bu üzləri yıxsaq, elə bil ki, evdə bir 6 bucaqlı yəni prizma çəkib, yəni vərəqdə kəsib aça bilərsiniz onu. Oradan daha rahat görmək olar və yaxud da belə deyə bilərik. Baxın, bu üzü B ilə işarə edilir. Düzdür? Buna B uyğundur. Yəni bu prizmanı yıxsaq, qatlasaq, buna B uyğundur. Bura A gəlir, bura A gəlir, bura C gəlir. Sonra uyğun olaraq D bura düşür, Y bura gəlir, F də bunun yanına gəlir. İndi bizə nə soruşulur? A-ya paralel olan üz. A-ya paralel olan üz hansıdır? Baxın, A buradır. Başqa rənglə göstərim. A üzü buradır. Buna paralel olan üz də elə D üzüdür. Yəni B variantı düzgün cavab. 9 nömrəli sualda düzgün 6 bucaqlı prizmanın açılışı verilib və yan üzlər hərflərlə işarə edilib. Prizmanın hansı üzü Y üzünə paraleldir? Baxın, deməli, eyni qaydada 8 nömrəli sualda olduğu kimi bura C uyğundur, düzdürmü? C-dirsə, deməli, bura B-dir. Bu B gəlib bura gəlir. B, bu A bura düşür. Sonra bura D olacaq. D, Y gəlir bu üzə. Bu F də gəlir bura. F də gəlir bura. Bizə nə soruşulur? Bizə lazımdır Y-yə paralel olan üz. Y buradırsa, buna paralel olan tərəf B-dir. Yəni cavab A variantı. Mail prizmanın yan tili 12 cm olub, oturacaq müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirir. Prizmanın hündürlüyünü tapın. 9 nömrəli sualda düzgün 6 bucaqlı prizmanın açılışı verilib və yan üzlər hərflərlə işarə edilib. Prizmanın hansı üzü Y üzünə paraleldir? Baxın, deməli, eyni qaydada 8 nömrəli sualda olduğu kimi bura C uyğundur, düzdürmü? C-dirsə, deməli, bura B-dir. Bu B gəlib bura gəlir. B, bu A bura düşür. Sonra bura D olacaq. D, Y gəlir bu üzə. Bu F də gəlir bura. F də gəlir bura. Bizə nə soruşulur? Bizə lazımdır Y-yə paralel olan üz. Y buradırsa, buna paralel olan tərəf B-dir. Yəni cavab A variantı. Mail prizmanın yan tili 12 cm olub, oturacaq müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirir. Prizmanın hündürlüyünü tapın. Mail prizma deyəndə, yəni, baxın, bir mail prizma çəksək. Baxın, bu mail prizmadır. Deyir ki, burada yan til 12 cm-dir və oturacaq. Əvvəlcə mail prizma çəkirik. İndi bu uyğun təpələri birləşdirsək. Deməli, bu içəridəki qırıq-qırıq xətlərlə bu belə. Bu, deməli, mail prizmadır. İndi deyir ki, bu oturacaq müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirir. Burada hər hansı bir müstəvi olsun və yaxud da bunu düz xət şəklində çəkə bilərik. Məsələn, bu müstəvidir. Hər hansı bir alfa müstəvisi. Deyir ki, burada əmələ gətirdiyi bucaq 60 dərəcədir və yan tildə 12-dir. Bura 12-dir. İndi bizdən prizmanın hündürlüyünü soruşur. Buradan biz hündürlük endiririk. Prizma hündürlük endiririk. H, bizdən bu H-ın uzunluğu soruşulur. 90-60 münasibəti. Buradakı bucaq olacaq 30 dərəcə. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı. Yəni, bura olacaq 12-nin yarısı 6. 60 dərəcəli bucaq qarşısındakı katetdə digər katetin kök 3 misli. Yəni, 6 kök altda 3.
11 nömrəli sualda diaqonalı 2 kök 3 olan kubun tilini soruşur. Kubun diaqonalı D bərabərdir A kök altda 3. Kvadratın diaqonalı A kök altda 2 idi. Kubun diaqonalı A kök altda 3'dür. 2 kök altda 3 bərabərdir A kök altda 3'ə. Hər tərəfi kök 3'ə bölsəm A olacaq 2. Yəni Y variantı.